Bu dünya bir imtihan meydanıdır. İnsan bu meydanda ya haqqı tanıyıb tapır, ya da tapmadan yolunu azır, həqiqətdən uzaqlaşır və yolunu itirən zümrəyə qatılır. Amma uca Allah insanı heç zaman başsız qoymur. Heç zaman onu öz başına buraxmır. İlk öncə ona yol göstərənlər ilahi nura vəsl olan o nurları göndərmiş və bir də insana onun daxili peyğəmbəri adlanan əql neymətini ona bəxş etmiş. Demək, göylərdən yerə nur göndərmiş. Əhl-i-Beyt əleyhimussalamlar ilahi nurdan qaynaqlanıb yer üzərində nur siliyən, nur səpən varlıqlardır. Və onlar özləri hidayət çırağına çevrilir. Yəni, ilahi nurdan nurlanaraq ətrafa nur səpirlər və üstəlik özləri də nəyə çevrilir? Hidayət çırağına. Yəni, gəmidə necə olanlar xilas olur, minməyənlər suda qərq olar. Məhz elə İmam Hüseyin əleyhissalamın haqqında da bu ifadə keçir ki, İnnəl Hüseynə misbahul huda və səfinətun nəcat. İmam Hüseyin əleyhissalam hidayət çırağı, İnnəl Hüseynə misbahul huda hidayət çırağıdır və həqiqət gəmisidir. Çıraqdan məqsəd burada necə yolunu azan o mayaqdan istifadə edir sahilə çıxmaq üçün. Və səfinətun nəcat və nicat gəmisidir. Yəni, elə gəmidə olmaq həmişə nicat tapmaq demək deyil. Yəni, orada bir bələdçi lazım, bir kapitan lazım, yola bələd olan lazım. O bələdçinin əsas iki şərti var. Bir, yola yaxşı bələd olmalıdır, düz tanımalıdır. Bir də düz danışan olmalıdır. Əgər düz danışan olub yola bələd olmasa, mənzil başına çıxmaq olmaz. Əgər yolu tanıyıb yalançı ola, səni ayrı istiqamətə aparar, yenə də sən gedib həmin yerə çıxa bilməzsən. Deməli, bu mühüm iki şərt olmalıdır. Bir, yolu yaxşı tanımalıdır. Bir də ki, düz danışan olmalıdır. Əhl-i-Beyt imamları məhz o ilahi nurdan qaynaqlandığı üçün yola yaxşı bələddirlər və onların düzlüyü barəsində də